Baxın, görün gülməli vəziyyətdir İranda. Bir tərəfdə xalqın seçdiyi prezident, deməli, məsuliyyəti var, səlahiyyəti yoxdur. Bir tərəfdə də mollaların seçdiyi ali dini lider tam tərsinə məsuliyyəti yoxdur, səlahiyyəti var. Bir problem olanda ali dini lider atır prezidentin üstünə ki, məsuliyyət onun boynundadır. Axı onun səlahiyyəti yoxdur, bütün səlahiyyət sahibi sənsən. Yəni Türkiyə nümunəsini götürək. Mən inanıram ki, Pezeşkan danışıqların İstanbulda olmasını istəyib. Ali dini lider deyib, sən kimsən? Yəni burada əsas söz sahibi mənəm. İstanbulda olmaz. Necə olmaz? 10 gündür danışıqlar gedir. Hər şey hazır idi. Artıq görüş günü və kimlər görüşəcək? Abbas Araqçı Trump'ın müşavir Uitkov'la görüşmədi. Bir anda ali dini lider, çünki səlahiyyət sahibidir də, konstitusiyaya. Bir yox, nə Türkiyə. Türkiyə bizim tarixi rəqibimizdir. Omanda da əvvəl danışıqlar gedir və bir məsələmiz var. Bunlar bütün prosesi pozdular. Bu ikinci variant ki, Amerika hakimiyyətin Venezuela'da kimi rejimin hansısa formaya transformasiya olunub, Amerikanın istəklərini yerinə yetirməsi. Və üçüncü ssenari, ən dəhşətli ssenari ki, Amerikanın zərbələrindən sonra İranda mərkəzdən qaçma meylləri başlanır. İranda yaşayan xalqlar, Azərbaycan türkləri, ərəblər, bəluclar, kürdlər də müstəqillik uğrunda və yaxud da muxtariyyət uğrunda mübarizəyə başlayır. Belə bir ssenari da var. Ya, bu üç ssenaridən biri reallaşa bilər. Amma yenə də o fikrə gəlirəm ki, artıq məncə danışıqlar ola bilər. İndi məsələn, ərəb körfəz ölkələri də çox xahiş edirlər ki, Trumpdan heç olmasa Omanda görüşürsün. Trump bəlkə də bunun əleyhinə deyir. Son şans vermək istəyə bilərlər İrana ki, son şans gəl danışaq. Və burada əslində İran körfəz ölkələrinə də dirsək göstərir. Və bu körfəz ölkələri ki var, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, bunların heç biri müharibə istəmir. Amma bunların hər birində Amerikanın hərbi bazaları var. Və İran bu ölkələri nə ilə hədələyir? Baxmayaraq ki, bu ölkələr müharibənin əleyhinədir, və İranla normal münasibətlərdir. Deyir, əgər Amerika məni vursa, mən də sizin ölkələrinizdəki Amerika hərbi bazalarına zərbələr endirəcəm. Məsələ burasındadır. Bu ölkələr Amerikaya qadağan edirlər öz ərazilərindən İrana zərbə vurmaq. Amma buna baxmayaraq İran deyir, mən ora zərbələr endirəcəm. İran ora zərbələr endirsə, əslində tək Amerika ilə müharibəni genişləndirməyəcək. Həm də həmin dost saydığı körfəz ölkələr münasibətləri tam gərginləşdirəcək. Bir də Amerika zərbə endirsə, aydındır ki, İranın Amerikaya gücü çatmayacaq. Düzdür, o hərbi gəmilər ki var, İran sahillərinə yaxınlaşıb təyyarə daşıyan gəmilər, o dron sürüsünü ora istiqamətləndirəcək. Amma o dronların çoxunu Amerika həmin o gəmilərdə olan hava müdafiə sistemləri məhv edəcək. İran vuracaq İsraili yenə də. Gücü və əli orasıdır. Bununla vəziyyətini daha da ağırlaşdıracaq. İsrail, İran, Amerika ilə birgə müharibəyə qoşulacaq və İrana daha ağır zərbələr endirəcək. Yəni, hardan baxsan, İran xaosun ucundadır, yəni uçuruma doğru gedir və geri dönüş də mümkündür. Geri dönüşü də eləyə bilməzlər, çünki 79-dan bu yana indiki bu İslami rejim məhz bu siyasəti yürüdür. Qəfil bunlardan imtina edə, Hezbollahı dəstəkdən imtina edə bilməz, uranı zənginləşdirməsinə tam imtina edə bilməz, uzaq mənzilli ballistik raketlərdən imtina edə bilməz. Amma Trump üçün İranı ram etmək çox vacibdir. Niyə vacibdir? Amerika İranı 1979-cu ildə itirdi. Ona qədər şahla çox sıx əlaqələr var. Və mən bunu bir neçə dəfə televiziyada da demişəm. Təşdük hadisələrdən biri olub ki, Amerika tarixində. Amerikanın o zamanki prezidenti Jimmy Carter Milad bayramını Vaşinqtonda dostu şahla birlikdə ya 77 ya 78-də Tehranda keçib. Bu qədər yaxın idi. Hətta mən sizə deyərdim ki, baxmayaraq ki, Türkiyə NATO üzvüdür, İran NATO üzvü deyil. O zamanlar İran Amerikaya daha yaxın idi, nəinki Türkiyə. Türkiyədə hərbi çevriliş olmuşdu 80-ci ildə. Yəni bu qədər yaxın. Amma 79-da İranı itirdilər. Və bu İranın itirilməsi Jimmy Carter'ın ikinci dəfə prezident seçilməsinin də qarşısını aldı. Ronald Reagan seçildi prezident. Və indi təsəvvür edin Trump'ın baxışlarına. Trump düşünür ki, 79-dan bu yana Amerika İranı ram edəməyib və Amerikanın heç bir prezidenti ona qədər İranla bacarmayıb. Və düşünür, mən ram eləsəm, mən belə deyədir, adım tarixə qızıl hərflərlə yazacaq və buna da haqqı çatacaq. Və onu da deyim ki, əslində, Trump'ın planı alınsa İranla bağlı, bu Trump üçün Rusiya-Ukrayna müharibəsini dayandırmaqdan və Venezuela ram etməkdən daha böyük hədəfə çevriləcək, əgər bu baş versə. Və əsas hədəflərdən biri də Çindir. Baxın, Venezuela nəzarətə götürdü Amerika və neftini özü satır.
Venezuela neftinin əsas alıcılarından biri Çin idi. Ucuz qiymətə 80%-ni Çin alır. Çin Venezuelanı itirdi. İndi əgər İranı da itirsə, Çin daha ucuz neft alacaq ölkəsi almayacaq. Çünki İranın da neftinin 80-90%-ni Çin alır. Özə Çinə çox ucuz qiymətə alır. Çin heç pul ödəmir İrana. Əmlak filan, ərzaqla filanla ödəyir bunların qarşılığını. Yəni Çin də İranın itirilməsini istər. Amma onu da deyim ki, əgər Amerika müharibə planını işə salsa, İranın iki ən yaxın dostu sayılan Rusiya və Çin onu qurtara bilməyəcəklər. Pezeşkan bir fikrini xatırladım sizə. 12 günlük müharibədə Pezeşkan bir açıq etiraf elədi. Ad çəkmədən dedi ki, çox təəssüf ki, bizim yaxın tərəfdaşlarımız da bizə kifayət qədər dəstək vermədi. İki yaxın tərəfdaşı var. İranın elə bir dostu da yoxdur. Münasibətləri var hamı ilə, amma dostu yox. İki dostu Çin və Rusiya. Çin və Rusiya 12 günlük müharibədə İrana heç bir dəstək vermədi. Rusiyanın başı Ukraynada qarışıb bataqlığın içindədir. Başqa istiqamətlərə nə hərbi, nə də diplomatik resurslar xərcləyənmir. Çin də 2-ci Dünya müharibəsindən sonra Koreya müharibəsindən çıxsa, elə bir müharibədə də iştirak edir. Onun fikri zikri iqtisadiyyatdır, iqtisadiyyatın inkişafıdır, iqtisadiyyatına zərər verəcək bütün addımlardan çəkinir. İndi də əgər Trump İranı ram etmək İsraillə birgə qərarını versə ki, böyük müharibəyə çevrilə bilər, hesab edirəm ki, Rusiya və Çin İran belə xilasına gəlib çıxmayacaq. Hansısa bəyanatlar veriləcək Rusiya və Çin xarici işlərin. Amma bəyanat da verirlər. Elə indi də Rusiya deyir ki, biz əleyhinəyik İran vurulmasın. Həm də İranı niyə tutarmayacaqlar? Bu Türkiyəyə də aiddir, digər ölkələrin hamısına da aid. Söhbət tək İranı hərbi gücündən getmir. İranda etirazlar oldu. Və bu etirazlar qanla qarşısı alındı, güllə banan edildi insanlar. Deyəlim ki, bir 500 nəfər silahlı olub onları öldürüblər. Amma minlərlə günahsız insan olub. Hansı ölkə istəyər ki, bu cür rejimi təhlükədən qurtarsın? Türkiyənin özü də vasitəçilik edir. Amma bu qətliamlar hamının gözünü qorxutdu ki, insanları bu qədər öldürmək olmaz, bu qədər zorakılıq etmək olmaz. Ona görə İran rejimini qurtarmaq kimi heç öz dostlarının heç bir elə deyə də vəzifəsi yoxdur ki, İranı bu vəziyyətdən qurtarsın. Çünki İrandakı rejimin yumşalmasını, bir qədər başqa formaya gəlməsini çoxları istəyir, Türkiyənin özü də istəyir. Və Azərbaycana gəldikdə, onu da sonda fikrimi bildirim. Mütləq. Azərbaycan prezidenti İlham Əliyev Pezeşkana zəng etdi və Azərbaycanın dəstəyini ifadə etdi ki, biz müharibədə maraqlıyıq. Ondan əvvəl Xarici İşlər Naziri Ceyhun Bayramov İranlı həmkarı Abbas Araqçıyla telefonla danışdı. Bu telefon danışıqları niyə vacib idi? Çünki bu İran mühafizəkarları hər zaman nə deyirlər? Amerika və İsrail güya Azərbaycan ərazisinə İrana istifadə edir, indi də istifadə edə bilər. Dezinformasiya, təxribat. Çünki bu tək bizim maraqlara ona görə cavab vermir ki, qonşu yox. Bu bizim milli və təhlükəsizlik maraqlarımıza da ziddir ki, üçüncü ölkə bizim ərazimizdən istifadə edir. Ceyhun Bayramov Abbas Araqçıya telefon zərbəsində bu cümləni xüsusi olaraq vurğulayıb və bu xəbər agentliklərinə getdi. Bu və İlham Əliyevin Pezeşkana zəngəm də Azərbaycanın gələcək təhlükələrdən sığortalamaq mənasıdır. İndidən sizə deyirik ki, biz Amerikanın, Rusiyanın planlarında yer almır. Bəli, bizim İsraillə tərəfdaşlıq münasibətlərimiz var. Bəli, bizim Amerikanın sıx tərəfdaşlıq münasibətlərimiz var ki, Vance də bu ay Bakıya və İrəvana gələcək, Trump yolu tikilir. Amma bu siyasət İrana qarşı yönəlmir və bunu indidən sizə xəbər verir. Amma nə faydası var ki, dünən idi, bugün idi, Şamxaniyə də Azərbaycan əleyhinə açıqlama verir. Dünən. Hə, dünən. Yəni bunlara həm də deyilir ki, yaxşı Körfəz ölkələrində hərbi bazaları vurulmasıdır. Azərbaycanda Amerikanın hərbi bazası yoxdur. Yəni haranı hədəf götürəcəyik? Biz bu işlərin içində deyil. Yəni baxmayaraq biz yenə də xoş niyyət ortaya qoyuruq. Türkiyə də xoş niyyət ortaya qoydu. Bu da bizə verilən cavab. Mən demirəm, Pezeşkanla münasibətlərimiz yaxşıdır. Keçən 2 dəfə Azərbaycanda oldu. Ortaq layihələr, yaxşı əlaqələr. Amma yenə də Pezeşkan söz sahibi deyil İranda. Söz sahibi biz bilirik kimlərdir.